Salam, hər vaxtınız xeyir olsun. Bugün tərəvəzlərlə çox dadlı, hər gün hazırlaya biləcəyiniz salat resepti bölüşürəm. Salat üçün öncə 4 ədəd badımcanın saplağını təmizləyib yarıya qədər qabığını soyuram. Badımcanı 2 hissəyə ayırıb 1 santimlik qalınlığında yarım halqa şəklində doğrayırıq. Badımcanı qaba əlavə edib, üzərinə duz əlavə edib qarışdırıb 20 dəqiqə badımcanı duzda saxlayıram. Badımcanı duzda gözlədərkən digər tərəvəzləri hazırlayıram. 2 ədəd qırmızı şirin bibəri 4 hissəyə ayırıb badımcanın ölçüsündə doğrayıram. Bir ədəd kartofu da 3 hissəyə ayırıb doğrayırıq. 1 ədəd soğanı da doğrayırıq. Bütün tərəvəzlər hazır olduqdan sonra tavada yağ isidib soğanı qovururuq. Soğanın rəngi biraz dəyişənə qədər qovururuq. Soğan yumşalıb biraz rəngi dəyişənə qədər qovurduqdan sonra üzərinə 2 diş də sarımsaq əlavə edib 2-3 dəqiqədə sarımsaqla bir yerdə qovurduqdan sonra soğanı yağdan alırıq. Həmin yağda kartofu qızardırıq. Kartof da çox gözəl qızardıqdan sonra yağdan alırıq. Yenə də həmin yağda biberi qızardırıq. Biberi də çox qızartmağa ehtiyac yoxdur. Biraz yumşalana qədər qızardıb yağdan alırıq. Badımcanı da duzda gözlətdikdən sonra sıxıb acı suyunu çıxardırıq. Badımcanı da qızardırıq. Badımcanı da bu cür qızartdıqdan sonra yağdan alıb qoyuruq soysun. Qaba öncədən hazırladığımız ərzaqları əlavə edirik. Üzərinə də soyuyan badımcanı və göyərti zövqə görə duz əlavə edib qarışdırırıq. Ərzaqlar yağda qızardığı üçün əlavə yağ qatmadım. Salatı qarışdırdıqdan sonra gözlətmədən servis edirik. Tərəvəzlərdən doyumlu əsl yay salatıdır. Badımcanla çox ləzzətli salat siz də hazırlaya bilərsiniz. Badımcan sevməyənlər belə bu salatı sevərək yeyəcək. Resepti bəyəndinizsə hazırlayıb siz də yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Resept haqqında hər kəsin rəyini gözləyirəm. İkinci reseptimdə yeyən hər kəsin reseptini istədiyi badımcanla bu qədər ləzzətli salat alındığına heç kəsin inanmadığı möhtəşəm bir badımcan salatıdır. Öncə 1 kilo badımcanın qabığını təmizləyirəm. Badımcanın qabığını təmizlədikdən sonra dilimlərə ayırıram. Qabda duzlu su hazırlayıram. Badımcanları duzlu suya əlavə edib 1 saat duzlu suda saxlayıram. Badımcanı 1 saat duzlu suda saxladıqdan sonra duzlu suyunu yuyub qurulayıram. Bitki yağı isidirəm tavada. Yağ isindikdən sonra 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırıram.
Tam isinmiş yağda badımcanların hər tərəfini qızardıram. Yağa qarğıdalı nişastası əlavə etdikdə badımcanlar yağı canına çəkmir. Nə qədər yağ əlavə etsəm də yağ tavada qalır. Badımcanları belə gözəl qızartdıqdan sonra kağızın üzərinə düzürəm ki, artıq yağını canına çəksin. Qalan badımcanları da bu qayda ilə qızardıram. Baxa bilərsiniz, 1 kilo badımcanı qızartdım. Yağ hələ də yerindədir. Bütün badımcanları qızartdıqdan sonra böyük olmasın deyə 2 hissəyə ayırıram. Daha sonra dilimlərə ayırıram bu qaydayla. 2 hissəyə badımcanı ayırdım ki, çox böyük olmasın, salatda gözəl görünsün deyə. Bütün badımcanı hazır etdikdən sonra geniş bir qaba əlavə edirəm. Və bişmiş toyuğun sinə ətini də didirəm. Toyuğun sinə ətini də diddikdən sonra badımcanın üzərinə əlavə edirəm. 4 ədəd yumurtanın üzərinə duz, 4 xörək qaşığı süd əlavə edib qarışdırıram. Tavanı isidib bitki yağı çəkirəm və hazırladığım yumurtalı qarışımla bilincik hazırlayıram. 4 ədəd bilincik alınır. Hər tərəfini gözəl bişirdikdən sonra tavadan alıb qalan bilincikləri bişirirəm. Bilinciklər hazır olduqdan sonra dilimlərə ayırıb doğrayıram. Bilincikləri də salatın üzərinə əlavə edirəm. Qoz doğrayıram salat üçün. Qozu da salatın üzərinə əlavə edib keşniş, şüyüd doğrayıram. Sos hazırlayıram. Mayonezin üzərinə duz, istiot, limon şirəsi, xardal əlavə edib qarışdırıram. Sos da hazır olduqdan sonra salatın üzərinə əlavə edib salatı bir gözəl qarışdırıram. Budur artıq salat hazırdır. Badımcanla çox ləzzətli, gözəl görünüşlü, doyumlu salat alınır. Badımcanı sevməyənlər belə bu salatı çox bəyənəcək. Bu salatı hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir salat olacaq. Bu salat mənim yeni reseptimdir. Hələ heç yerdə belə salat yoxdur. Üçüncü reseptimdə badımcanla çox asan hazırlaya biləcəyiniz yeməklərdir. 3 ədəd badımcanın qabığını yarıya qədər təmizləyirəm. Badımcanı 2 yerə bölüb dilimlərə ayırıram. Badımcanı dilimlərə ayırdıqdan sonra üzərinə duz əlavə edib 10 dəqiqə duzda saxlayıram ki, badımcanın acısı çıxsın. Badımcanı
Soğanı duzla gözlədərkən digər tərəvəzləri hazırlayıram. 1 ədəd soğanı xırda doğrayıram. 2 diş sarımsağı da əzib xırda doğrayıram. Üç ədəd pomidoru da doğrayıram. Bütün ərzaqları hazırladıktan sonra tavada bitki yağı isidirəm. Yağ isindikdən sonra 1 xörək qaşığı qarğıdalı nişastası əlavə edib nişastanı yağda qarışdırıram. Və badımcanları başlayıram hər tərəfini qızartmağa. Yağa nişasta əlavə edib badımcan qızartdıqda yağı badımcan canına çəkmir. Badımcanları qızartdıqdan sonra kağızın üzərinə düzürəm. Digər tərəfdə tavada kərə yağı əridib üzərinə soğanı əlavə edib rəngi dəyişənə qədər qovururam. Soğanın rəngi dəyişənə qədər qovurduqdan sonra üzərinə sarımsağı da əlavə edib 1-2 dəqiqədə sarımsaqla bir yerdə qovururam. Sarımsağın iyi çıxana qədər qovurduqdan sonra üzərinə pomidoru əlavə edirəm. Pomidoru da qarışdırıb qoyuram qaynara düşsün. Pomidor qaynara düşdükdən sonra üzərinə 1 ədəd şirin biber əlavə edirəm. Yeməyi qarışdırıram. Qaynara düşdükdən sonra isə hazırladığım badımcanları üzərinə düzürəm. İçərisinə 1 ədəd də acı biber yerləşdirirəm. Biber çox acı deyil. Zövqə görə də duz əlavə edirəm. 1 stəkan da su əlavə edib qapaqla ağzını örtüb 30 dəqiqə vam ocaqda bişirirəm. Yemək bişdi, hazırdır. Üzərinə də zövqə görə göyərti əlavə edib servis edirəm. Ətsiz bu qədər ləzzətli, dadlı yemək alındığına heç kəs inanmayacaq. Hazırlayıb siz də yoxlayın. İnanın ki, çox ləzzətli bir yeməkdir. Dadına doyum olmur. İkinci yemək də çox asan, ləzzətli, az əziyyətlə hazırlanan bir yeməkdir. Tavaya yağ əlavə etdikdən sonra 2 ədəd badımcan, 2 ədəd pomidor, 1 ədəd soğan, 1 ədəd də şirin biber əlavə edirəm. Zövqə görə üzərinə duz, 1 stəkan da su əlavə edib qapaqla ağzını örtüb qoyuram. Vam ocaqda 1 saat yemək pişsin. 1 saat pişdikdən sonra suyu tam çəkilib yağa düşdü və mən bunu əzirəm. Biberin qabığını da çıxardıram. Üzərinə də göyərti əlavə edib servis edirəm. İnanın ki, çox ləzzətli, çox asan hazırlanan bir yeməkdir. Reseptləri bəyəndinizsə fikirlərinizi gözləyirəm. Yeni videolarda görüşənədək sağ olun.